Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum. Həzrəti Peyğəmbər salavatullah belə buyurmuşdur. Dəstəmaz müminin silahıdır. Salamlayırıq əziz, dəyərli izləyiciləri, möminələri. Allahın izni ilə bugün şəriətin dəstəmaz bölməsindən danışacağıq. İlk birinci dəstəmazın alınma qaydalarını keçək. Dəstəmaz şəriət qeyd edir ki, üzü, qolları yumaq və başa, ayaqlara məs çəkməkdən ibarət bir ibadətdir, əməldir. İndi isə gələk dəstəmazın alınma qaydasına. Demək, üz nahiyəsinin yuyulması. Qeyd eləyək ki, dəstəmazda ilk niyyətdir. Niyyəti etdikdən sonra dildən demək də olar, qəlbən keçirtmək kifayət eləyər. Dəstəmaz alıram, qurbətən ilallah və yaxud da vacib qurbətən ilallah deyirik. Ondan sonra ilk yuyulacaq hissə üz nahiyəsidir. Qeyd eləyək ki, üz nahiyəsi yuyulduğu zaman ki, üz tamam, kamal şəkildə yuyulmalıdır və qeyd olunur ki, saçın tükünün bitdiyi hissədən çənənin aşağı hissəsinə qədər və həmçinin də sağ və yaxud da sol hissələrdə istəyirəm ki, tam ehtiyat yolunu deyəm ki, kamil şəkildə dəstəmaz tamam olsun. Demək, qulağın bu çıxıntı hissələri ki var, o hissələrə qədər yusaq, su oralara da çatsa, daha yaxşı bəyəniləndir ki, şəriət amma ölçüsünü deyir ki, baş barmaqla orta barmağın arasındakı məsafə qədər, amma deyilir ki, ondan birəcə də çox yuyulsa daha yaxşıdır, daha kamildir. Çünki ondan az yuyulsa dəstəmaz batıl olar. Ona görə biz çalışmalıyıq, daha çox yuyaq. Amma bir məsələ var, onu da qeyd eləyək ki, elə kəslər var ki, onların əlləri adi ölçüdən, barmaqları adi ölçüdən böyükdür və yaxud da ki, kiçikdir. Şəriət deyilir ki, onlar adi insanların, yəni əlləri normal miqdarda, ölçüdə olan insanların aldıqları dəstəmaza baxmalıdırlar və ora qədər hissələri yumalıdırlar. Həmçinin elə adam var ki, saçının tükünün daha yuxarıdır. Məsələn, adamın tüklərinin dibi lap yuxarıdır və yaxud da keçəldir və yaxud da ki, onun saçının tükünün dibi daha da yaxındır. O adam da nə etməlidir? Şəriət yenə deyir ki, o normal miqdarda, yəni insanlara baxmalıdır. Yəni saçı normal qaydada olan insanlara onların yuduğu miqdarda yumalıdır. Dediyimiz kimi, biraz artıq yumağın heç bir problemi yoxdur. Ondan o miqdardan az yuyulsa, dəstəmaz batil olar. Demək, üz və əlləri, yəni qollardan söhbət gedir ki, o şəkildə yumaq lazımdır ki, su tamam dəriyə yetişsin. Saqqalı olan insanlar ki var, üzlərində yəni tük olan insanlar, onların əgər üzünün dərisi tüklərin altından görünürsə, onlar həm tükləri yumalıdır, həm də üzün dərisinə suyu çatdırmalıdır. Amma məsələn, üzündə tük, yəni saqqal çox olan adamlar ki var, üzün dərisi görünmür. Yəni saqqalın altından üzün dərisi görünmür. Alimlər deyir ki, onlar təkcə tüklər yusa kifayət eləyir. Yəni suyu üzün dərisinə çatdırmaq vacib deyil. Və həmçinin dəstəmaz üzvləri ki var, yuyulan üzvlər, əllər olsun, qoldur, üzdür, heç bir maneə olmamalıdır. Əvvəlcədən baxmalıyıq. Demək, gözün qırağında qalan çirklərdir, dodağın kənarında olan çirklər aradan getməlidir. Kley ləkəsi, məsələn, suyun dəriyə çatması üçün problem olan şeylər olmamalıdır. Məsələn, kley olsun, qeyd elədik, pas ləkəsi olsun və yaxud da ki, xanımlarda dırnağında lak olsun, üzündə makyaj olsun. Bunlar hər biri dəstəmazdan əvvəl təmizlənməlidir. Ondan sonra dəstəmaz alınmalıdır. Əgər bir kəs üzün dərisinin tüklərin altından görünüb, görünmədiyi haqqında şəkkə düşsə, o zaman gərək həm üzündəki tükləri yusun, həm də suyu dəriyə çatdırsın. Burunun içi, həmçinin göz və dodaq bağlandığı zaman görünməyən hissələr ki var, o hissələri yumaq vacib deyil. Amma insan gərək yəqin eləsin ki, yuyulmalı olan hissələrin hər birini tamam, kamil şəkildə yuyubdur. Üzü
qurtardıq. İndi keçirik qol hissəyə. Qol hissə yuyulmalıdır yuxarıdan aşağıya və yəni dediyimiz kimi dirsəkdən barmağın ucuna bu şəkildə yuyulmalıdır. Əgər aşağıdan yuxarı, elə üz də bura daxildir, aşağıdan yuxarı yuyulsa dəstəmaz batil olar. Demək, bir dənə də ehtiyat görüşü deyək ki, bəzi adamlar əlinə tam ovucuna su almır, əlini sadəcə isladır, üzünə çəkir və ya qollarına çəkir. Bu kifayət edir ya yox? Alimlər deyir ki, əgər su çəkdi üzünə, dəridən azacıq da olsa və yaxud qollardan azacıq da olsa damcı axsa, yəni su o miqdarda olsa, o kifayət edir. Və dirsək qeyd elədik ki, dirsəkdən əllər barmaq ucuna qədər yuxarıdan aşağı yuyulmalıdır. Və həmçinin qeyd eləyək ki, alimlər ehtiyatən deyir ki, dirsəkdən biraz da yuxarıdan yuyun ki, tamam, kamil olsun. Bir məsələni qeyd eləyək ki, adətən dəstəmaz almamışdan əvvəl insan əllərini biləklərə qədər yuyur. Bu dəstəmazın tərkib hissəsi deyil. Çünki dəstəmaz almaq qeyd eləyək ki, əzizlər, üzü yumaqdan başlayır. Həmçinin o hissələri ki, yuyan adam, bir çox insanlar o hissələrin yuyulduğunu güman eləyir və qolları yuduğu zaman biləyə qədər yuyur. Bu dəstəmazı batil eləyər. Mühüm məsələ buradır ki, dəstəmazda biləklərin ki, ilk yuyulması var idi, o dəstəmazdan sayılmaz. Çünki dəstəmaz üzü yumaqdan başlayır. Niyyət elədiyimiz zaman da üzü yuduqdan sonra qollara ki, keçdik, qollarda dirsəkdən barmağın ucuna qədər tam kamil yuyulmalıdır. Üzü və qolları bir dəfə yumaq vacib, 2 dəfə yumaq isə müstəhəbdir, yəni bəyəniləndir. Amma əzizlər, 3-cü dəfə yumaq və ondan artıq yumaq isə icazəli deyil və dəstəmazı batil eləyər. Bir dəfə yumaq odur ki, suyu üzün hər bir hissəsinə tam şəkildə çatdırmaq, buna deyirlər bir dəfə yumaq. Kəs bu belə eləyə bilər ki, məsələn, kranta yaxınlaşıbdır, üzünü dəstəmaz niyyəti eləmədən 3 dəfəm, 4 dəfəm yuya bilər. Amma məsələn, 5-ci yumada artıq deyəcək dəstəmaz niyyəti edir və o yumaq artıq olacaq bir yumaq. Qeyd eləyək, çünki dəstəmaz niyyətini oradan eləyib. Zahirən baxırıq ki, bu adam üzünü 5 dəfə yudu. Dəstəmaz batil, amma o dəstəmazı 4-cü yumadan sonra niyyət eləyib ki, mən dəstəmaz alıram. O, yəni heç bir batiliyyəti yoxdur. O bir dəfə yumaq sayılır. Üzü və qolları həmçinin yuduğumuz zaman qeyd elədik, üzü yuduq, ondan sonra sağ qolu, sonra sol qolu. Ovucun içində qalan nəmli ilə, sağ əlin ovucunun içində qalan nəmli ilə başın ön hissəsinə məs edilir. Qeyd eləyək ki, çox kəs burada səhvlik eləyir və o səhvlik ucbatından dəstəmaz batil olur. Demək, sol qolu yuduqdan sonra krant su axır, bağlamaq lazımdır. Sağ, məsələn, bağlayır krantı və ovucundakı su həmin o krantın suyu ilə qarışır və o qarışan su ilə məs eləyir. Bu məs batildir. Qeyd eləyək. Nə etmək lazımdır? Ya sol qolu yumamışdan əvvəl o sağ əli ki, suyu götürdük, sol əllə bağlayıb yumalıyıq sol qolu və yaxud da ki, sol qolu yuduqdan sonra dirsəklə bağlaya bilərik. Əsas odur ki, ovucun içindəki su, əsas məsələ budur ki, qarışmasın. Başın ön hissəsinə məs edilir. Alimlər deyir ki, baxın bu alın ki var, alının müqabilində duran hissə başın ön hissəsi sayılır və burada hara məs etsən kifayət eləyər ön hissədən. Ön hissəyə bəs hansı miqdarda məs edilməsi bəyəniləndir? Alimlər deyir ki, bir barmaq uzunluğunda olsun, eni isə 3 barmaq enində olsun. Tam əlin içi ilə də eləmək daha gözəl, daha bəyəniləndir ki, çəkirik bir barmaq uzunluğunda. Kifayət eləyir. Məsi başın dərisinə çəkmək vacib deyil. Tüklərin üzərinə belə çəksək kifayət eləyər. Amma bir mühüm məsələni qeyd eləyək ki, saçı çox olan insanlar ki var, saçını daradığı zaman üzünə tökülən insanlar. Onlar nə etməlidir? Onlar amma mütləq suyu tükün dibinə və yaxud da ki, saçı ayırmalıdır, onu dəriyə çatdırmalıdır suyu. Başa məs etdikdən sonra keçirik ayaqların üzərinə məsəh. Yenə əlin içində qalan nəmli ilə etməliyik. Yəni, yenə qıraqdan su alaq, bu nə eləyər? Dəstəmazı batil eləyər. Sağ əlin avucunun içi ilə birinci sağ ayaq məs edilər. Ondan sonra sol əlin içi ilə sol ayağın üzərinə məs çəkilməlidir. Qeyd eləyək ki, məs yerləri mütləq quru olmalıdır.
İstər saç olsun, istər ayaq olsun. Əgər nəmlik o qədər az ola ki, əlin suyu ondan çox ola, o problem eləməz. Amma nəmlik çox olsa və əlin suyu ora qarışıb aradan getsə, o neyniyər? Dəstəmazı batil eləyər. Əlin içi bütövlüklə ayağı əhatə eləsin. Bunlar hamısı bəyəniləndir və ayaq barmaqlarının ucu ki var, oradan ta çıxıntıya qədər. Hətta alimlər deyir ki, oynağa qədər məhz çəkilsin ki, kamil şəkildə olsun. Demək, əl bütünlüklə ayağı əhatə eləyəcək və ayaq barmaqlarının ucundan ta çıxıntıya qədər məhz çəkilir. Və digər mühüm bir məsələni qeyd edək ki, məhz edilərkən əl hərəkət eləməlidir. Çox adam başını hərəkət eləyir. Yox, baş olmaz və yaxud da ayaq hərəkət eləyir. Bunlar tərpənməməlidir. Ayaq azacıq tərpənsə, yəni özümüzdən asılı olmayaraq, bunun problemi yoxdur. Amma əsasən əl hərəkət eləməlidir. Yəni başa və ayağı məhz çəkdiyimiz zaman. Digər bir məsələ budur ki, əldə nəmlik qalmasa gərək alimlər deyir ki, saqqaldan kəs, saqqalındakı sudan istifadə eləyə bilər, yəni götürə bilər. Amma bir məsələ var ki, saqqaldan başqa yerdən həmin o suyu götürmək işqallıdır, yəni problemi var, alimlər deyir. Və mühüm məsələ budur ki, əldə hələ məhz etməyə su varsa, başa, məsələn, başa məsi ediləcək, ondan sonra görsə su qutarıb saqqaldan götürsün. Yoxsa əldə su ola saqqaldan suyu götürməsin. O zaman ki, əldə su qutarıbdır, o zaman saqqaldan suyu götürə bilər ki, ayaqların üzərinə məs çəksin. Corab və ayaqqabının üzərindən məs etmək batildir. Amma istisna var ki, insan canının qorxusundan, soyuq qorxusundan və yaxud da oğru, yırtıcı heyvan, bu kimi şeylər qorxusundan ayaqqabını və corabı çıxara bilmədiyi üçün onların üzərinə məs çəkə bilər və həmçinin təyəmmüm də etməlidir. Ora həmçinin təqiyyə də daxildir ki, insan can qorxusundan, təhlükə altına düşəcəyindən qorxur və öz inancını gizlədir və zahirdə onun əksini eləyir. Dəstəmazın alınma qaydasını nəzərinizə çatdırdıq. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açıqlığı arzu edirik. Vəssalamu aleykum və rəhmətullah.